Nəyə görə oftalmologiyanı mən ən maraqlı tibb sahələrindən birini hesab edirəm? Стоп. Тормози. У меня съемки. Все тебя слышат. Приседание сделай и отжимания, не забудь. Bəli, hesab edirəm ki, yəqin ona görə ki, bu sahə məni ruhlandıran iki şey özündə birləşdirir. Texnologiya və insan baxışı. Oftalmologiya tibbin texnoloji cəhətdən ən inkişaf etmiş sahələrindən biridir. Təsəvvür edin, mikroskoplar, lazerlər, cərrahiyyə bir millimetr daxilində bir yerdə işləyirsiniz. Optika, fizika məni çox maraqlandırır. İkinci məsələ isə nəticədir. Oftalmologiyada hər şey demək olar ki, anidən baş verir. Görə bilməyən xəstə birdən deyir ki, doktor mən görmürdüm, artıq başladım görməyə. Bu bəsit ifadə deyil, bu bir həqiqət anıdır. Siz insana dünyanı bütün rəngləri ilə görmək qabiliyyətini verirsiniz, həm də bu dəqiqlik tələb edən peşədir. Təxminən sözü üçün yer yoxdur bu işdə. Mikrona qədər dəqiq olmalısınız. Bu sizi intizamlı edir, inkişaf etdirir və daha yaxşı birini çevirir. Həm həkim, həm də bir insan kimi. Düzdür, hamıya kömək etmək mümkün olmur. Çünki bəzi faktorlar var. Həm texnologiyanın indiki devirdə inkişafı, həm xəstəliyin nə qədər inkişaf olması, xəstə nə qədər özünə baxır, vaxtında müalicəni eləyir və əlbəttə ki, həkimlik də özü bilirsiniz, həkimlər də insandırlar. İnsan faktoru hər yerdə var. Bu bizim üçün çox çətin bir sahədir, amma yenə də hər bir uğurlu əməliyyat olanda çox sevinirik xəstələrə görə, özümüzə görə. Deyirlər ki, gözlər ruhumuzu bir ayna kimi yansıdır. Hətta belə bir deyim də var, gözlər qəlbin aynasıdır. Əslində bu ifadə tibbi cəhətdən həqiqəti yansıdır. Göz dibində çox incə damarlar var. Onlar təzyiq, şəkər, xolesterin olan xəstəliklərdə biz onun dəyişikliklərini tez görürük. Hətta insan heç də hiss etməsə belə, ultrasəs və MRT olmadan damarları canlı görə biləcəyimiz yeganə yer torlu qışadır. Buna görə də görmə qabiliyyətinizi yoxlayarkən ürək-damar sisteminizin, şəkər sisteminizin, biz çox vaxt xəstəlikləri görə bilərik. Erkən mərhələdə olmasa da, amma artıq müəyyən qədər inkişaf etmiş xəstəlikdə biz artıq onu görə bilərik. Düzdür, heç xəstənin özü də xəbəri olmadan biz artıq bunu görə bilirik və çox vaxt şəkər xəstəliyini biz elə belə diaqnoz qoyuruq.